Dostlar salam. Son zamanlar Bakıda dizaynerlərin isidilən döşəmə sistemi haqqında rəy bildirməkləri dəb halını alıb. Onlar qeyd edirlər ki, güya isidilən döşəmə yataq otaqlarında və ümumiyyətlə bütün mənzildə ziyandır. Siz ciddisiniz? Nə vaxtdan pərdənin rəngini təyin edən adam mühəndis sistemlərində mütəxəssis olub. İsidilən döşəmə ziyandır. Ziyan o vaxt olur ki, evdə siz və balaca uşaqlar yun corabda gəzir. Hidravlika düzgün olanda və sistem düzgün montaj olunanda bu ən yumuşaq və ən komfortlu istilik sistemidir. Bu fizikadır. Bunu məktəbdə oxumaq lazım idi, dizayn kurslarında yox. Dizaynerlərdən soruşsanız ki, isidilən döşəmə sisteminin səthi nə qədər temperaturda olmalıdır, onu bilməyəcəklər. Desəniz ki, bu insanın ayaqlarına və damarlarına ziyandır, o zaman videoda gördüyünüz insan bədəninin temperatur xəritəsinə baxa bilərsiniz. 28 dərəcədə olan isidilən döşəmə sisteminə əllə toxunsanız, siz onu soyuq hiss eləyəcəksiniz. Buna görə də o nə ayaqlara və nə də ki, onun üzərində dayanan məişət texnikası və mebelə heç bir ziyan yetirə bilməz. İsidilən döşəmə sistemini otaq termostatı olmadan etmək düzgün deyil. Otaq termostatının sayəsində isə hər otaqda istədiyiniz fərqli temperaturu əldə edə bilərsiniz. Yaxşı olar ki, divar kağızları və dekorlarla məşğul olasınız. Mühəndis sistemləri isə professionallara həvalə edəsiniz. Çünki Bakıda insanlar komfortu sevir. Sizin internetdən olan mifləri yox. Hər kəs öz işi ilə məşğul olsa daha gözəl olar. Kim bu fikrimlə razıdırsa, like qoysun. Razı olmayanlarsa sizi rəylərdə gözləyirəm. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.